Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. İxtisas seçimi ilə bağlı bir çox suallar olur ki, belə deyim də, bəziləri baxıram səhifələrdə fikir verirəm. Görürəm ki, yazıblar ki, bizdə yerlər dolubdur, ixtisas seçiminə kifayət qədər biz adamları yazmışıq belə elə. Mən onların bir şey anlamıram, əziz valideynlər. Baxın, seçimlər olmayıb. Bax, seçimlər yoxdur, düzdür? Məsələn, müəyyən ödəniş verirsiniz ki, qeydiyyata düşsün uşaq. Qeydiyyata düşdü, söhbət bağlandı. Əsas odur ki, qeydiyyatdadılar. Onların məsələsi budur. Qeydiyyata saldıq, pulu aldıq, yerdə qalanını alasınız. Yaxşı, ortada jurnal olmayandan sonra, siz bu seçimə əmin olmayandan sonra, bir baxmayandan sonra bu qeydiyyata niyə yazılırsınız? Yəni, bu maraqlı bir xüsusiyyətdir də. Mənə də müraciət edənlərə mən deyirəm ki, gözəl insan ayın 15-dən siz qeydiyyata alacaq, 16-sından, 28-dən də artıq biz ixtisas seçimini edəcəyik. Yəni burada onsuz da sən 1000-2000 adamı qeydiyyata almırsan. Yəni buna heç kimin potensialı yoxdur. Yəni sən uzaq başa alarsan 50-60 nəfər, ən uzağı 100 nəfər, yanında da 2 dənə işçi olsa. Yəni bu şeylərə diqqətli olun, gözəl insanlar. Oturub baxıram, yəni fikir verirəm ki, yəni deyirlər ki, ayda biz belə eləyirik, elə eləyirik. Qardaş, sən ixtisas seçimi eləyəndən ağarsan. Baxın, mən sizə deyim, maksimum bir nəfərə 30 dəqiqə vaxt sərf eləyirlər. 30 dəqiqə. Nə eləyirlər? Baxırlar, ardıcılığı, hə, bu oldu, hə, belə, hə, həfsəm, valideynə verər. Hala, deyək, yazdıq seçim. Orada 2 dənə elə-belə pullunu atırlar ki, bala çox aşağı olsun. Sabah pulu geri ala bilməyəsən. Sən deyəndə ki, bəs seçim elədin, o daxil oldu da nə istəyirsən? 1-dən 12, 15-ə kimi seçim idi, 9-a girdi, 11-ə girdi. Fərqi var sənə. Girdi də uşaq. Problem budur. Siz öz valideyn, sizə bir dənə sadə bir şey deyim. Özünüz niyə təhlil eləmirsiniz ki? Baxmırsınız ki, orada onsuz da, məsələn, mənim övladım deyək ki, misal deyirəm, 425 bal yığır. Misal çəkirəm sizə. Və mən bilirəm ki, ən yaxşı ehtimalda, məsələn, jurnalistikanın pullusuna və ya polis akademiyasının pullusuna daxil ola bilər. Bunu mən zənn eləyirəm. Bu adam ora 360-lıq bal yazsa, 360 ballıq yer yazsa, onsuz da mənim, deyək ki, övladım daxil olacaq. Yəni, burada o potensial dəyişən bir şey eləmədi ki. Yəni, bugün reallığı danışaq. Üçüncü qrupların qeydiyyatlarına fikir verirəm. 250 baldan 450 bala kimi uşaqlar, 500 bala kimi, 250-dən 500-ə kimi uşaqlar nə edirlər? Dibə-dib yazırlar. Gözəl insanlar, dibə-dib yazmaq lazım deyil. Baxın, bir məntiq var, şuur var. Bu plan yerlərini dövlət statistikası niyə çıxardı? Dim niyə çıxardı sənin üçün? Niyə onun üzərində işləyib, sən bu valideynə izah eləmirsən ki, ay valideyn, sənin uşağın, məsələn, 305 bal yığıb. 300-dən 400-ə qədər bu balı yığanların sayı 150 nəfərdir. Misal çəkirəm, ha. Yəni, bu 150 nəfərə də cəmi 25 dənə yer ayrılıb. Bunun 6 uşaqdan biri deyək ki, kəsilməlidir. Misal çəkirəm, ha. Yəni, 6 uşaqdan biri kəsilməlidir, qalanları daxil ola bilər. 6 uşaqdan 5-i kəsilməlidir. Misal çəkirəm də sizə, yəni ümumi məlumat verirəm ki, bunu özünüz analiz eləyə bilirsiniz də zaten. Yəni o yazdığı ixtisaslara baxmırsınız mı ki, elə bir də baxırsan ki, yazıb plan yerləri. Ancaq 7-5, 7-5. Ay qardaş, 7-5 plan yeri riskdir. Yəni ancaq onu yazıb doldurub, arxaya da 2 dənə özəlin pullusunu yazırsan, balı aşağı, sabah valideyn üstüvə göndürürsən ki, daxil oldu da nə istəyirsən? Sən uşağa girmək lazım deyildi, girdi. Bu heç nə eləmir, onsuz onu yoldan keçən də yazar ki, 60 bal aşağı yerə zaten bu uşaq düşəcək. Yəni, orada sən işləyəndə elə işləməlisən ki, misal üçün, 425 balı var uşağın, 417-lik yerə girsin, misal çəkirəm. 400-dən yuxarı, 425-dən aşağı, bu yerlərə girsin. Yoxsa 400-dən aşağı, 350-dən yuxarı yerə girəcəksə, zaten bunu özü yaza bilər də. Buna görə ixtisas seçimi eləyən nə edir ki? Yəni ona nə lazımdır ki? Bəziləri deyir, birdən-birə düşünə bilərik ki,
aşağı ballar 70 bal qalxar. Bəli, qalxa bilər. 20 balda qalxar, 30 da, 40 da, 50 də qalxar. Niyə qalxar deyim sizə. Məsələn, bu illəri həqiqətən 250 baldan 400 bala kimi çox deyil. Yığan uşaqların sayı çoxdur. Məsələn, orada misal üçün normal 400-lük yer var, 400-lük yer. 400-dən 450-yə kimi uşaqların hamısı o yeri yazır. Niyə? Rəqabət güclənir. Və 450-dən yuxarı toplayanlar da ehtiyat üçün o yeri yazırlar. Balların qalxma səbəbindən sizə stat gətirirəm ki, yəni bəzi müəllimlər deyir ki, ayda biz gözləmirdik. Nəyi gözləmirdiniz? Və o statistikanı niyə çıxardıb deyim? Niyə baxmırsan ona? Əgər sən gözləmirsənsə, bunu eləyə bilmirsənsə, deməli sən ixtisas seçimindən anlayışın yoxdur. Bəs niyə cəmaatın uşağını aldadırsan? Yəni var da, ixtisas seçimi keçən il, ixtisas seçimi eləyən müəllimlər, ondan əvvəlki ildə eyni proses baş verdi, fikir verdim. Ancaq eyni ixtisas seçimi eləyən müəllimlər başladılar ki, biz gözləmir deyə birdən-birə 70, 80, 90 bal qalxdı. Qardaş, nəyə gözləmirdim? Bunu mən gözləyirdim. Sən statistikaya baxmırsan ki, məsəl üçün 65 min deyək ki, bu illəri 3-cü qrup demirəm, ümumi qruplara 120 min imtahan verib. Plan yerinin sayı da 50 mindir. Deməli, burada bir 70 min kəsilməlidir, düzdür? 70 min kəsilməlidir ki, 50 min yerləşsin. 70 mini orada analiz edirsən ki, ən çoxu kimdədir? 3-cü qrupda. Baxırsan ki, 3-cü qrupda saylar çoxdur. Misal görürük ki, 3-cü qruplarda sənəd verənlərin sayı 35 mindir. Misal çəkirəm sizə. 35 mindir. 12 min düşünün ki, yer ayrılıb. Və ya 45 mindir, yox. 45 mindir, 20 mində yer ayrılıb. Yəni, burada zaten rəqabət var. Və 20 min plan yerinin, baxın, cəmi 8 min uğrunda bu 45 minin içində 35 min mübarizə aparır. Aha, deməli 8 min plan yeri var və 35 min adam onun üstündə müharibə aparır. Yəni 8 minə qarşı 35 min. Bildiniz nə deməkdir bu? 4 dəfə çoxdur. 4 hələ 0,5-i də var. Deməli, burada nədir məsələ? Artıq 4-5 nəfər kəsilir də, hər deyək ki, 6 nəfərdən 4-ü kəsilməlidir, misal götürək. Onun ikisi qəbul olmalıdır. Yəni, bu statistika ilə baxanda görünür ki, ballar qalxacaq. Çünki bu vəziyyəti görən, həqiqətən ixtisas seçimi eləməyən, bacaran müəllimlər var ki, 460 bal toplasa da uşağı 400-lük yerə yazır. Ehtiyat edir. Niyə? Görür ki, qardaş, 8 minə qarşı 32 min adam mübarizə aparır. Və burada tendensiya elədir ki, 400-460 bal arası say çoxdur. Və ehtiyatını tutmaq üçün 400-lük yeri yazır. Bilir ki, onun balı qalxacaq. Bir də baxırsan ki, ola bilər olur 460, ola bilər olur 470. Niyə? 500-dən aşağı toplayanlar da ehtiyat üçün oranı yazırlar və hamısı qabaqcadan tutanda artıq oranın balı keçən il 400 olsa da bu il dəyişib olur 470. Misal çəkirəm və ya 460. Yəni, sən statistikanı bilməyən, ixtisas seçimi eləyirəm deyən adamın yanına uşağı vermə. Uşağı verərsən, problem yoxdur. Amma sən ondan nə nəticə gözləyəsən? O adam sənin böyük köməyinə olacaq. 425 bal yığıbsa, uşaq 360-da 380-lik yerlərə düşəcək. Çünki düzgün analiz apara bilmir. Yəni, bacarmır. Mən fikir vermişəm, 2024-ün də, 23-ün də, 25-in də qəbulunda bu tendensiyaya fikir vermişəm. Çoxlu ixtisas seçimi eləyənlər var ki, heç bir şeydən xəbərləri yoxdur. Ucuz eləyirəm, 50 manata deyir, 50 manata uşağa seçim eləyir, o da 50 manatlıq olur. Niyə? Uşaq 450 bal yığıb, 380-lik yerə qəbul olur. Bu qəbul deyil artıq. Bunu elə uşağın özü də yazsa qəbul olar da. Sən burada bir kreativ bir iş görmürsən axı. Sən ehtiyat üçün oraya yazırsan, atırsan ki, söhbət bağlansın. Amma sən əslində bunun üçün addımlamalısan. Sən əslində bunun üçün əziyyət çəkməlisən. Və orada ən yaxşı praktiki nəticəni göstərməlisən. 1, 2, 3, 4. Bütün qruplarda bu illər rəqabət olacaq. 1-ci, 2-ci, 4-cü qruplar. Sizə buradan deyirəm. 200 baldan 400 bala qədər
sizdə rəqabət çox güclü olacaq. Baxın, mən sizə xəbərdarlığımı eləyirəm ki, ona görə ölçü götürəsiniz. Və sizə ixtisas seçimi eləyən müəllim, əgər praktiki səviyyədə o jurnallardan yalnız bal və plan yerlərindən sənə seçim eləyirsə, elə o pulu geri al, çıx get. Çünki bu adam plan yerinin statistikasına baxmırsa, statistika, o balaca kitabça var, ona əhəmiyyət vermirsə, deməli bu adamın ixtisas seçimini biliyindən xəbəri yoxdur. Bəziləri olur özündən razılıq üçün, biz bililikdən, hər il bunu yazmırıq. Qardaş, sən hər il yazırsan, sən hər il hara qəbul edirsən? Özəllər. Özəllər boş qalıb oraları doldurursan. Və ya aşağı yer rayonlar boş qalıb oraları yazırsan, ehtiyat üçün. Uşaq birdən burada düşməsə, o ehtiyatı yazırsan ki, 100% düşəcək. Onu da özdən axıra yazmırsan, əvvələ yazırsan. Ki, uşaq səni bezdirməsin. O uşaq da elə bilir ki, sən böyük bir iş görmüsən. Yox, iş görməmsən. Əgər sən statistikanı işləyə bilmirsənsə, sənin ixtisas seçimindən xəbərin yoxdur. Və ixtisas seçiminin ümumiyyətlə sən nə adını tutmalı deyilsən, nə də ki, cəmaata anlatmalı deyilsən. Buradan sizlərə ona görə bu videonu çəkirəm ki, bir neçə nəfər müraciət edib, keçən illəri həyatda kəsilən uşaqlardan var, bu il müraciət edənlər, ballarına baxıram, şoka düşürəm. Yəni, yazan adamlar düzgün yazmayıb. Ağlına nə gəlib yazıb, kodlaşdırmanı səhv yığıb, necə? Yəni, ixtisas seçimini eləyib, amma səhvliklər çoxdur. Baxırsan ki, anlayışı yoxdur. Həmin adamın özünə yığmışam, mənə bilir, mən 10 ildən, deyirəm, 10 ildə sən bir dəfə düzgün seçim eləmirsən heç. Qayıdıb deyir ki, necə yəni? Deyirəm, qardaş, sənin xəbərin yoxdur ki, sən nə seçim eləmirsən. Deyirəm, ümumiyyətlə, sən plan yerinin statistikası nədir bilirsən? Qayıdıb belə, plan yerinin də statistikası olur. Deyirəm, bəs sən deyirsən, 10 ildə ixtisas seçimi eləyirəm. Deyir, Dövlət İmtahan Mərkəzinin jurnalıdır da, qoyub qabağıma yazıram, gedir. Deyirəm, qardaş, sənin heç dünyadan xəbərin yoxdur. Çünki çoxsu cavan uşaqlardır, kursda işləyirlər, ehtiyat üçün bilirlər ki, burada yaxşı məbləğ var, deyirlər, biz də ixtisas seçimi eləyirik. Amma faktiki olaraq oradakı heç bir şeydən xəbərləri yoxdur. Bir dənə onu bilirlər ki, sıraladın, düzdün, çıxdı, getdi. Amma o deyil axı. Sən əgər uşaq üçün çalışırsansa, vuruşursansa, deməli, sən ən yaxşısını eləməlisən. Ən yaxşısı nədirsə, onu eləməlisən. Sən 400 ballıq yerə 425 ballan qəbul edəsən, deməli, nəsə işləmirsən. Amma 380, 360 eləsən, deməli, heç nə işləməmsən. Onu sadə adam da sıralasa, həmin şeyi tutuzdura bilər. Yəni ki, sadə adam götürər elə ağlına gələni yazsa da, həmin sıralamanı eləyəcək, sənin elədiyin sıralama ilə də gedib daxil olacaq. Nəticə bilirsən nədir, əzizim? Əgər sən 425 bal yığımısansa, 400-425 bal arası hansı ixtisasa qəbul olsan, deməli, orada nəsə bir iş var. Nəsə bir iş görülüb. Amma bugün sizə mən bəlli olan bir şey deyim. Heç vaxtı 2-3 bal arta bilər, 3-5 bal arta bilər, söhbəti yoxdur. 3-5 bal nadir hallarda olur. O da bilsiz hansına aiddir? Məsəl üçün, keçid balı 660 olan yerə aiddir. Orada kim mübarizə aparacaq? Ancaq yüksək yığanlar, düzdür? 660-dan yuxarı yığanlar. O da ki, 1000, 2000, 10.000 nəfər olmur ki, az olur sayıları. Onlar elə öz plan yerlərini doldurmaq üçün yarışırlar. Məsələ budur. Orada bəli 3-5 bal söhbəti gedir. Amma aşağılarda orada emmə ola bilər. Məsələn 660 keçid ola bilər 655-ə düşsün və ya 650-yə düşsün və ya 640-a, 630-a fərqi yoxdur. Düşə bilər bu qədər. Ancaq aşağı yerlərdə rəqabət çoxdur. Niyə? Çünki bu illərə hamı orta yazıb. Yəni belə deyim, imtahana girənlərin 75%-i orta yazıb. Yəni 120 min uşaqdan 80 mini orta yazıb. 200 baldan, belə götürək, 450 bala qədər yazıblar. Və burada rəqabət çox güclü olacaq. 80 minin qabağında isə, məsəl üçün, 35 min plan yeri var. Yəni 35 min, mən belə deyirəm də, yəni ümumi onsuz da plan yerinin sayı azdır. 50 min plan yeridir, 120 minə qabağında. 80 minə də 35 min real görsənmir, hadisə 27-28 min real görsənir. Və burada artıq kəsilmə halları çox olacaq. Mübarizə əzmi yüksək olacaq. Siz bunlara diqqətli olmalısınız.
Əgər sizə statistikanı eləyə bilməyən müəllimlər ixtisas seçimi eləyirsə, onlardan uzaq durun. Sizə məsləhətim budur. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, tələbə adını qazanacaqsınız.